Hiçbir vakit işlemi gördün mü? Hiçbir vaxt belə yerlərə gəldiyini də görmədim. İş bax, görürsən ki, bütün faciələr içinlə. Aydın, Gerək sən deşəsən. sen bilirsin ben kimim, bəs biləm. Bəli, bilirsənmi bunu kimlər gəlir? Rəsillər, əxlaqsızlar. Gəl! Geleceğin büyük yazısı Cesar Cabarlı'nın ömür gemisi. Edebiyatın fırtınalı denizlerinde yelken açarak öz şiir, hikaye ve piyesalarıyla dövrünün haksızlıklarını büyük ehtirasla ifşa etmeye çalışırdı. O yazımın en yaxşı əsərlərindən biri də Aydın tamaşasıdır. Xan Babək, yəni din pərdəsi altında Allahu Əkbəri başının üstündə bayraq eləyib, ölkələri işğal eləyən işğalçılara qarşı qalxmış, oyanmış Azərbaycan dilabəri idi. Beşin zavallı beşeriyeti birbirinden ayırıp birbirine şeynedirsiz. Din adına töktüğünüz bu kadar kanlar, bu kadar kırgınlar yetişmez mi? Kandan doymadınız mı? Doymadınız mı? Sovet dövründə balaşlar, yəni Əbdüləlilər, Məmmədəlilər, Dilbərlər. Artıq bəli, onlar Sovet dövrü gələndə bunlar köhnə, bunu köhnəliyin necə deyirlər, obrazlarıdır. Bir onunla alçaldılandan sonra sevil sanki insan olduğunu dərk edir. Bir anda o necə də o dərk etmə prosesi onda gedir. Səhnə, teatr sanki doping kimi öz sakinlərini özünə öyrədir, tabe eləyir. Amma bu gözəl teatrın, bu bayram əhvallı həyatın bir yazılmamış amansız qanunu da var. Burada ancaq birinci olmalısan. Burada birinci olmaq səhnənin fəxri vətəndaşı olmaq deməkdir. Teatr, səhnə, aktyor, dramaturgiya. Əsrin əvvəllərində yeni ifadələr kimi işlənən bu sözlər, terminlər əsrin sonunda belə öz əsrarəngizliyini itirməyib, hələ də itirməyib. Səhnə, hələ də görmək istədiyimiz, çatmaq istədiyimiz, arzusunda olduğumuz həyatı bizə göstərmək üçün labüddür. Bizim həyatımızdan fərqli dünyanın, yəni teatrın sakinləri aktyor, valideynləri rejissor, tali yazanları dramaturqlar. Biz yenə də teatr haqqında danışacağıq. Biz teatrdan danışacağıq. Biz teatrın 125 illiyi qarşısında teatrdan danışacağıq. Teatr, səhnə elə bir əsrarəngiz aləmdir ki, orada daxil olan hər bir kəs bir də hansı acılar bahasına olsa da buranı tərk eləyə bilmir. Səhnə, teatr sanki doping kimi öz sakinlərini özünə öyrədir, tabe eləyir. Amma bu gözəl teatrın, bu bayram əhvallı həyatın bir yazılmamış amansız qanunu da var. Burada ancaq birinci olmalısan. Burada birinci olmaq səhnənin fəxri vətəndaşı olmaq deməkdir. Bütün sənətlərdə birinci, ikinci, üçüncü, beşinci, mininci sənətkar olmaq olar. Ancaq burada, teatrda ancaq birinci olmalısan. Birinci, ikinci, üçüncü, ondan o yana sayılmır. Ondan o yana ən yaxşı halda fədaisən. Və biz bugün birincilərdən danışacağıq. Birincilərdən və daha dəqiq desək, səhnənin tale yazanlarından biraz da dəqiqləşdirsək, əfsanəvi və qüdrətli Cəfər Cabbarlıdan danışacağıq biz bugün. Hər bir məzmun müvafiq forma tələb edir. Əgər yazıcı öz əsərinə geydirdiyi formanı hiss etmirsə, əgər o öz qəhrəmanının hərəkətləri ilə həyəcanlanmırsa, əgər o özü də
öz qəhrəmanının acıları və sevincləri ilə yaşamırsa, onda piyes tamaşaçıları laqeyd qoyacaqdır. Əgər yazıcı öz oxucusunu həyəcanlandırmırsa, o yazıcı deyildir. Əgər dramaturq tamaşaçını öz iradəsinə tabi edərək güldürmür və ya ağlatmırsa, o dramaturq deyildir. Bu qavrama dərk etmə prosesində yazıcının dünya görüşü çox böyük və həlledici rol oynayır. Sovet yazıcısının məqsədi böyük quruluşumuzu əks etdirmək, öz həmvətənlərini və qəhrəmanlarını yeni qalibiyyətlər üçün səfərbərliyə almaqdır. O, bu sözləri ölümündən cəmisi yarım il əvvəl söyləmişdi. 1934-cü il dekabrın 31-i Böyük Cəfər həyatı tərk elədi. Görünür Allah belə məsləhət bildi və teatrın sütununu çiynində daşıyan səhnənin yer Allahını özü istədiyi bir vaxtda bizim üçünsə çox çətin bir vaxt apardı. Görünür belə məsləhət imiş. Zamanənin gedişatına nəzərə alsaq ki, sonra 35-ci, 36-cı, 37-ci illər gəlirdi və bu illərdə Cavidin, Cavadın, Müşfiqin aqibəti necə oldu? Onda deyərik ki, öz əcəli ilə ölmək, hətta cavan ölmək, doğmalarını xalq düşməni damğası altında qoyub getməmək də xoşbəxtlik imiş. Görün zaman bizi necə ələ salır. Əgər Cəfər biraz da yaşasaydı, onu da 37-nin ət maşını gözləyirdi və o da mütləq gedəcəkdi, mütləq. O zaman nə İlxanın yoxdur Allah aziz, Sovet fikri onu xilas edəcəkdi. Nə əsərlərindəki mülkədar dünyasına etiraz, mübarizə, nə xəstə burjua cəmiyyətinin xəstə qəhrəmanı Aydının azad dünya arzuları. Hətta sosializm quruluşunda bütün həyatını, əqidəsini, varlığı ilə iştirak edib, öz mənliyini də bu yeni həyata qurban verən Sevil də heç biri onun karına çatmayacaqdı. Bəli, elə bir Ədirnənin fəthi bəs idi ki, məmnuniyyətlə onu da qırmızı siyahıya salsınlar. Elə biraz ayıq baş, sayıq düşüncə kifayət idi ki, üst qatdan keçib Cabbarlının 2-ci, 3-cü, 5-ci qatda gizlətdiyi fikirləri oxusunlar. Bəli, əcəl onu daha böyük əzablardan və ləkələrdən qutardı. Ən əsası isə Cabbarlı irsə toxunulmaz qaldı. Cavid teatrının aqibətini Cabbarlı teatrı daşımadı. Bəli, həqiqətən də Allah belə məsləhət verdi və Böyük Cəfər həyatı tərk elədi. Cabbarlı müdrik adam idi, dahi adam idi, ağıllı adam idi. O bilirdi ki, yəni həmin dövrdə ancaq həqiqət axtaranlar və həqiqəti də bariz çılpaq şəkildə verən, yəni hansısa şifrələrlə, ezop dilində yox, birbaşa göstərən adamların taleyini nə gözləyir? Və Cabbarlı həqiqətin lap özəyindən yazırdı. Yəni o gözü çıxacaq qardaşlarından qorxmurdum, yəni onlardan ibrət dərsi götürmürdüm. Cəfər Cabbarlı 30-cu illərin ab-havasını duyurdu, görürdü. Cəfər Cabbarlı üçün 30-cu illər, xüsusilə 37-ci illər, hələ 23-cü ildə gəlmişdi. Və o az bir zamanda həbs olundu o zamanki KGB tərəfindən. Bütövlükdə arxivi ələkdən keçirildi və o zamanları Cəfər Cabbarlının necə yazacağı, ondan sonra nə eləməsi barədə bir növü KGB zindanlarında artıq elə bir dərs almışdı, təlimat almışdı. Və mənim bayaq adını çəkdiyimiz, deməli, Sevil əsəri, o gəlini əsəri, bunların mühakimələri, mətbuatda açıq hücumlar, çıxışlar Cabbarlıya qarşı, bunlar təsadüfi deyildi. Bunlar təsadüfi deyildi və Cəfər Cabbarlı bilirdi ki, yalnız deməli xalq üçün, ondan sonra deməli vətən üçün yazılan gözəl, sənətkarlıqla yazılan gözəl əsərlər yaşaya bilər, qala bilər. Yəni zamanın 37-ləri, zamanın deməli ilğımları keçicidir. Gələcəyin böyük yazısı Cəfər Cabbarlının ömür gəmisi, ədəbiyyatın fırtınalı dənizlərində yelkən açaraq, öz şeir, hikayə və piyesaları ilə dövrünün haqsızlıqlarını
büyük ehtirasla ifşa etmeye çalışırdı. Cəfər Cabbarlı təbii ki, deməli, öz sənətkar dostlarının, qələm dostlarının başına gələn işlərdən xəbərdar idi. Ancaq bununla belə onun o yüksək sənət amalı ona imkanlar vermirdi ki, xırda klub səviyyəsində əsərlər yazsın. Ümumiyyətlə inqilaba qədərki Azərbaycan dramaturgiyasının inkişaf qanuna uyğunluğu Axundovdan sonraki dövrdə öz əməli icrasını 3 böyük dramaturqun fəaliyyətində tapmışdı. Bunlar Mirzə Cəlil, Hüseyn Cavid və Cəfər Cabbarlı idi. Bu 3 sənətkarın hər biri öz dövrünün əsrinin müasiri olmaqla həm də özünə məxsus orijinal aktyor məktəbi əlamətlərdir. Teatrda bunların hər biri ilə bağlı orijinal aktyor məktəbi yetişmişdi. Mirzə Cəlil, Hüseyn Cavid və Cəfər Cabbarlı təxminən müasir olmuşlar. Onlar ixtişaşlar, ictimai inqilablar və fırtınalarla dolu bir mühitdə yaşamış, 3 inqilabın, 3 ictimai epoxanın vətəndaşı olmuşlar. Sözsüz ki, bir-birindən fərqlənən bu dramaturgiyanın hər biri özünə məxsus istiqamətdə idi. Mirzə Cəlildə mövcud ictimai quruluşun çılpaq şəkildə bədii dərki, şərhi və sübutu əsas yer tutur. O müthiş ictimai həqiqətlərin təhlilini verərək daha belə davam eləyə bilməz deyir. Hüseyn Caviddə biz şəxsiyyətin yeni ideal və yeni həqiqət axtarışlarını, həm də narahat, böhranlı axtarışlarını görürük. Cavid qəhrəmanlarının dili ilə sanki bəs necə olmalıdır deyə soruşur. Cabbarlı dramaturgiyasının pafosu isə artıq axtarışların, narahatlıq, fırtına, böhran pafosu deyil, o dərk olunan, tapılan həqiqətlərin həyata keçməsi uğrunda mübarizə ehtirasındadır. Sanki Cabbarlı İlxanın, Sevilin, Almazın, Gülsabahın dili ilə bax, belə eləmək lazımdır, bax, belə olmaq lazımdır deyir. Bu 3 böyük dramaturqun yaradıcılığında oxucu 3 böyük sualın problemini və cavabını eşidir. Ancaq Azərbaycan Sovet dramaturgiyasının banisi olmaq, sosialist epoxasında böyük dramaturq olmaq isə Cabbarlıya nəsib olmuşdu. Onun dövrün ictimai sifarişinə, günün nədən yazmalı sualına ən yaxşı cavab vermək bacarığı nadir istedadı idi. Və Cabbarlı bu müəmmalardan çıxış yolunu bilirdi və yazırdı. Dövrün sifarişi vardı və Cəfər Cabbarlı dövrün sifarişinə cavab verməli idi. Əgər bunu cavab verməsəydi, onu yəqin ki, yazmağa da qoymayacaqdılar və Cavidin başına gələn hadisələr Cəfər Cabbarlının da başına gəlməli idi və o da bunu duyurdu. Ümumiyyətlə, bu həmin dövrün o qlobal siyasətinin duymamaq qeyri-mümkün idi və bunu hər bir ziyalı, hər bir ağıllı adam dərk eləyirdi və başa düşürdü. Başa düşürdü ki, bu hava ki, sifariş olunub, o bu havaya oynamalıdır. Və oynayırdı da. Oynayırdınsa yaşayırdın, oynamırdın sən? Təbii. Və ona görə də o istəyirdi ki, sadəcə olaraq hətta bunu oynaya belə öz sözünü desin. Bax, söhbət bundan gedir. Fikir azadlığı, şəxsiyyət sərbəstliyi şəraitində mütləq hakim ədəbi cərəyan təşəkkül tapa bilməz. Bu və ya digər ədəbi konsepsiya, estetik mövqe kimi müəyyən müddət aparıcı rol oynaya bilər, ancaq bütün hakimiyyəti ələ keçirə bilməz. Məhz buna görə də sosialist realizmi ədəbi cərəyan deyil, hakim ideologiyanın öz prinsiplərini bütün ədəbi ictimaiyyətə zorla qəbul etdirməsidir. Totalitar rejimin, bolşevizmin inci sənətdə davamıdır. Və bu janrın ən bariz nümunəsi Cabbarlı əsərləri sayılırdı və mənə gəlincə isə əsrin əvvəllərindən doğan bu günəş əsrin sonunda əvvəlkindən daha istidir. Hərdən mənə elə gəlir ki, Cabbarlı dramaturgiyasının o cür sosialist quruluşa xidmət traktovkası ona görə qəbul olunurdu ki, o vaxt belə lazım idi. Həmçinin Cabbarlı da bu traktovkanı məhz bu səbəbdən qəbul edirdi. Əlbəttə, bu mənə belə gəlir. Yürüşə gedən kütlənin dabanları, pəncələri dəmir kimi sinirsiz, duyğusuz olmalıdır. Qəhrəmanlıq üçün kainat kimi geniş ürək, sarsılmaz kəllə və pəncə lazımdır. 23-cü il həbsi Cəfər Cabbarlının birincisi, deməli, Azərbaycan Demokratik Respublikasının parlamentində fəaliyyəti ilə bağlı idi. İkincisi, türkçülük və turancılıq ideyalarına xidmət edən əsərləri ilə bağlı idi. Üçüncüsü isə Cəfər Cabbarlı Sovet hökuməti dövründə də dağıdılmış və məhv edilmiş Müsavat Partiyasının gizli komitəsinin 3 üzvündən biri idi. Məhz bunlara görə Cəfər Cabbarlı 1923-cü ildə demək KGB tərəfindən həbs alınmışdı. Bəs hansı dərslərdən sonra onu buraxdılar və necə? Təbii ki, həmin dövrdə düzdür, bizim ümumiyyətlə bir hərbi atəşəmiz Ələsgər Əsgərovun
22-ci ildə yazdığı Azərbaycan faciəsi xatirəsində qeyd olunur ki, deməli 1920-ci ildən 21-ci ilin avqustuna qədər təxminən il yarım ərzində 48 min Azərbaycanın görkəmli ziyalıları, hərbiçiləri deməli qırmızı terror tərəfindən məhv edilmişdi. Və təbii ki, həmin dövrdə bütövlükdə ziyalıların hamısını məhv etmək qeyri-mümkün idi. Cəfər Cabbarlı öz işini yüksək səviyyədə operativ quran sənətkarlardan idi. Və təbii ki, Cəfər Cabbarlının yaradıcılığında yəni yeni ideyaların təbliğini nəzərə alacaqlarını nəzərə alaraq Cabbarlı yəni ölümdən və həbsdən azad edilmişdi. Azərbaycan Bədai Teatrı. Kocaman artistlərimiz buranı Cabbarlı Teatrı adlandırırlar. Bu teatr Cəfərin ikinci evi. Bu truppa onun ikinci ailəsiydi. Onun piyeslərinin ilk tamaşaları bu teatrda göstərilmiş, onun qəhrəmanları bu səhnədə ilk addımlarını atmış, bu səhnədə dil açmışlar. Həmin qəhrəmanların ən uğurlu taleylilərindən biri Aydın əsəri nədən bəhs edir? Bu qəhrəmanın utopik arzuları, bu qəhrəmanın nə istədiyi özünə bəlli olmayan. Yəni Aydına dadaist demək olarmı? Aydına nə desən demək olar. Məsələ ondan ibarətdir ki, 16, 18, 20 yaşlı bir gənc əslində nə yaza bilər? Onun fikri nə ola bilər? Onu düşündürən ideallar nə ola bilər? Bu yalnız öz məni ilə bağlıdır. Bəlkə elə Cabbarlı özü də eyni ilə Aydın kimi suallar ətrafında dolaşan. Təbii. Ona görə də o ilkin növbədə özünü ifadə üçün, özünü düşündürən bütün problemləri, bütün fikirləri piyeslərinə atırdı. Və bu piyeslərində təbii ki, Cəfər Cabbarlının özü görükür. Onu narahat edən fikirlər görükür. Yəni Aydın Cəfər Cabbarlının birbaşa özü olmasa da, bu Cəfər Cabbarlının fikirləridir ki, Aydının dilindən səhnədə izhar olunur. 8001 Bak! 9000! 9000! Kim artırır? Tesadüfi deyil ki, burada Toğrul Kazımovun ən yaxşı əsərlərindən biri də Aydın tamaşasıdır. Mən onunla bir neçə tamaşalarda görüşmüşəm. Amma o sonra da Aydın'dan, sonra da Pəricadu da qoymuşdu Toyum Ələm. Bunlar hamısı yenə də həmin o qəhrəmanın davamı idi. Aydın qəhrəmanın davamı idi. Və mən bilirəm ki, bəlkə Toğrul Kazımov da öz elə bir Aydın idi. Bəlkə mən də Aydın idim. Hiçbir vaxt işlemi gördün mü? Hiçbir vaxt belə yerlərə gəldiyini də görmədim. İlk bax görürsən ki, bütün faciələr içirlər. Aydın, Gələk sən deyişəsən. sen bilmirsən mən kiməm, bəs beləmi? Bəli, bilirsənmi bura kimlər gəlir? Rəzillər, əxlaqsızlar. Get! Ben istəyirdim bütün dünyam mənlə savaşsın. Küçələrdən keçəndə Aydın gəlir. Xalq məni barmağımla göstərsin. Mən istəyirdim bütün dünya mənim fikrimə tapılsın. Elə bilgin ki, bugünlər var. Yəni Gültekinlər bugün var, Dövlət bəylər, Aydınlar var. Yenə də bu günlərimizdə var. Yəni mən ən çox sevdiyim roldür. Ən çox özü onu Həsən Əbluc bir hörümçək şəklində traktovkası bunu hörümçək bir şəkildə vermişdi. Aydınla Gültekini bu hörümçək torunun içərisinə salmışdı və o tordan, yəni onlar o torun içində də boğulub öldülər. Dövlət bəy. Gültekin, bir kəlmə. Mən bilmirəm. Nə deyin ya yox. Siz məndən nə istəyirsiniz? Deyin getmə özünüzdən zaten. Nə deyirsiniz eləyin. Heç vaxt. Amma Gültekin, Heç vaxt. yalvarıram sizə. Mən acımdan ölərəm, dilənçilik edərəm. Amma sizə heç vaxt. Gültekin özünüz dediyi kimi Gültekin, yəni ki, gülə bənzər bir qızdır. Gültekin heç də pozulmur, yəni ki, o pisliklərin içərisində gül təmiz gül kimi qalır. Allah əsirgəsin mənə elə çirkin düşüncələrdən. Mən sizə həmişəlik qul olmaq istəyirəm.
Sen an verir dünyada ne yer tutursan ona. Aciz bir kadın kimi dizilse torpaklara size yalvarırım. Uzaklaşın benden. Ya, ben her şeyde yanılmışam. Her halde gelecek gösterer. Değilse son defa olarak bu al dudaklarını öpmeye müsaade. Size ağız veririm bugün aksın gözyaşlarına. Dokunmayın bana. Son defa olarak al dudaklarını öpmeyince hiç gene geçmeyecek. Aman Allah! Arthur Schopenhauer'un belə bir fikri var. O deyir ki, əgər dünya mənim görüntülərimdən ibarət dünyadasa, bəs onda mənim qavrayışlarımdan otaydakı əsl dünya nədir? Mən necə bu görüntülər pərdəsini qaldırıb əsl dünyaya tamaşa edə bilərəm? Doğrudan da, deməli, insan ancaq özünü içərdən dərk edib, anlayandan sonra, özünün iç dünyasına belə dolandan sonra özünü təxmini də olsa dünyanın içinə aid eləməlidir və ancaq ondan sonra dünyanın özündən, yəni iç dünyasında qavrayışlarından o taydakı olan əsl dünyaya baxa bilər. Cabbarlı öz içindən, iç dünyasından xəbər verən daxilən 2, 3, 5, zahirən isə 1 olan zamanından, dövründən, dövrünün həqiqətlərindən yazırdı və yozumundan asılı olmayaraq Cabbarlı həqiqətdən yazırdı. Bu həqiqət nə idi? Bu həqiqət insanlığa, qardaşlığa qarşı çıxan Allahsızlıq idi, analığa, qadınlığa qarşı çıxan qalibiyyət idi, inam idi, inamsızlıq idi, abır idi, həyasızlıq idi. Cabbarlı həqiqətindən yazırdı, dövrünün həqiqətindən yazırdı, zamanının qəhrəmanından, reformalarından yazırdı. Sözsüz ki, o bütün bunları öz dilində, dramaturji dildə söylüyordu. Yenə də Arthur Schopenhauer'un bu fikrini xatırlayıram. O deyirdi ki, mənim bilməmlə istəmim dünya haqqında olan fikirlərim öz içimdə qalır. Bilməmlə istəmim məndən qıraqdakı azman dünyaya nə dəxli var? Doğrudan da bax, sual budur. Cabbarlı öz Azərbaycan xalqının azadlıq və istiqlaliyyət uğrunda qəhrəmanca mübarizəsini ölməz Babək Elxan simasında canlandırmışdır. Başla! Başla! Elxan biləcək. Koşuk olma. Düşün! Yollarımızı ayırma. Mümkün değil, anlayır mısın? Bu kulluk dünyası, bu kılınç hakimiyete durdurca bu kanlı eller duyulmayacaktır. Başka yol yoktur, benim yolum sana ve senin kimlere. Elxan dinə qarşı vuruşmurdu. Elxan, yəni konkret götürəndə Elxan bədii obrazdır. Babək 7-ci əsrdə Xürrəmitlər hərəkatının başında duran öncülü Elxan, Babək, yəni din pərdəsi altında Allahu Əkbəri başının üstündə bayraq eləyib, ölkələri işğal eləyən işğalçılara qarşı qalxmış, oyanmış Azərbaycan dilabəri idi. Azərbaycan qəhrəmanı və Azərbaycan cəngavəri idi ki, 22 il Ərəb xilafətinə qarşı mübarizə apardı. Və mən inanıram ki, mübarizə apara onun içində bir Allah vardı. Akşin! Yok Akşin! Sen İslam mı yoldun? Olabilmez. Elədir qardaşım. Mən bir olan Allahın doğru yoluna girib, Məhəmmədin yolunu, böyük İslam dinini qəbul eləmişəm. Heyhat! Hamısı məhv olub getdi. Ümidlər, əməllər, hamısı alt üst olub getdi. Kaş mən səni görmədən öz ümidlərimlə öləydim. Elxan! Uzaq! Ümidlər, xəyallar, qəhr olası tali, qəhr olası tali. Beşin zavallı bəşəriyyəti bir-birindən ayırıb bir-birinə şeynədirsiniz. Din adına töktüyünüz bu qədər qanlar, bu qədər qırğınlar yetişməzmi? Qandan doymadınızmı? Doymadınızmı? Mən maraqlı bir şey söyləyəcəm indi. Cəfər Cabbarlının pyeslərinin poetikası ilə təziyyələrdə oynanılan şəbihlərin poetikası üst-üstə düşür. Deməli, bir şəbihdən bir misal gətirəcəyəm. Bu şəbihlərdə Rozaxan minbərə çıxır və deyir ki, ağlayın. Ağlayın ki, sizin ürəklərinizin cəng yatmış güzgüsü təmizlənsin. Ağlayın,
Ağlayın ki, qiyamət günü sizə bunun əvəzi veriləcək. Ağlayın ki, savaba çatacaqsınız. İndi Cəfər Cabbarlının dramaturgiyasına müraciət eləyək. Cəfər Cabbarlının 1905-ci ildə Eyvazı, mən düşmənəm sizin iki başlı qartalınızı. Elxan, od gəlini, la ilahə illallah, bu da deyir la ilahə illallah, qanlar da deyir la ilahə illallah, bu daşlar da deyir la ilahə illallah, fikir verin ha. Yəni, bu sözün gücü ilə, təkrir vasitəsi ilə tamaşaçını cuşa gətirmək. Bu dramaturgiya tamamilə başqa tipli dramaturgiyadır. Yəni, Cəfər Cabbarlıdan yaxınlıqda Cəlil Məmmədquluzadəyə də müraciət edə bilərək. Baxın, yaxşı baxın, diqqətlə baxın. Yəni, bunlar hamısı biz görürük ki, bir panoram yaradır. Və məsələ burasındadır ki, Azərbaycan dramaturgiyası monoloqlar dramaturgiyasıdır. Və burada monoloqu gözəl demək hər şeydən üstündür. Və digər tərəfdən də Azərbaycan dramaturgiyasında, ümumiyyətlə Şərq dramaturgiyasında qəhrəmanın necə hərəkət etməsi, necə rəftar etməsi yox, nə deməsi və necə deməsi önəmlidir. Bax Elxan, onlar böyük bir dinin naşirləridir. Gör bu səslə nə qədər dərin, böyük bir məna çırpınır. Allah böyükdür, birdir. Bir olan Allah'tan başqa Allah yoxdur. Budur böyük və qaçılmaz həqiqət. Dinləyirsənmi? Mən dinləyirəm Akşin. Fəqət sən də bax və dinlə. Bu Allahu Ekber'lə yanaşı olaraq yurdumuzun ateşgahlarından qopan işıqları, gözəllikləri, mahnıları da eşitirsənmi? Biraz bərdə, amansız qanlı iplərdən asılan məzlumların, diri-diri torpağa bastırılıb daşqalaq edilmiş kimsəsizlərin də ürək gəmirən qanlı heyyətlərini görürsənmi? Get, məni yasacaq din naşirlərinə söylə ki, mən deyirəm, yoxdur Allah, məndən başqa mənim xaricimdə özgə bir Allah yoxdur. Mənəm yer üzündəki həyat və saadətin yaradıcısı. Mənəm Allah. Allah mənim özümdədir. Elxan kimdir? İbtidai komünist ideyalarının cahşısı olan bir fədai, yoxsa azad arzular, yəni vətəninin, torpağının azadlığı uğrunda vuruşan bir qəhrəman, yoxsa bütün dinlərin heç şeyini sübut edən bir filosof? Kimdir? Elxan kimdir? Elə sizin dediklərinizi mən təkrar eləmək istəmirəm. Elxan elə sizin dediklərinizin cəmidir. Sizin dediklərinizin hamısıdır. Yəni bir daha deyirəm, həmin dediklərinizi təkrar eləmirəm. Həm də bütün bunların içərisində Elxan konkret bir ideya ilə, yəni vətəninə xidmət eləyən ideya ilə, yəni vətəni işğal eləyənlərin ideyasına qarşı çıxan bir cəngavərdir, bir millət qəhrəmanıdır. Mən inanmıram! Həmişə Azərbaycan teatrosunun səhnəsində Elxanın qəhrəmanlığı oynanılıb. Amma əslində Elxanın insan faciəsini oynamaq lazımdır. Solmazın insan faciəsini oynamaq lazımdır. Əgər belə olarsa, onda Cəfər Cabbarlının pyeslərinin qəhrəmanları bizim üçün maraqlı olar. Yəni onları o kuklalıqdan çıxartmaq, elə Sevilin özünü də, Almazın özünü də əgər biz o kuklalıqdan çıxarda bilsək, onda bu qəhrəmanlar, bu personajlar bizim üçün maraqlı olur. Od gəlini pyesi, tarixi romantik janrda yazılmış və böyük müvəffəqiyyətlərə səbəb olmuş bu tamaşa, Sovet tənqidçilərinin fikrincə qəhrəmanın, yəni Elxanın zəif məqamlarına görə o qədər də yeni dövrün tələblərinə cavab vermir. Yəni, asi düşmək, bütün dinlərin heçliyini, ateist ruhlu utopik arzular naminə, əqidəcə birləşmədiyindən qardaşına düşmən olmaq sevdiyi qadından belə imtina eləmək, bu qədər mənəviyyətsizliklə güclənən, yeni dünyanın qəhrəmanı səviyyəsinə ucalan Elxan yenə də zəif sayılır. Od gəlini adlandırılan bu əsərin bəlkə də əsas qəhrəmanı olan Odlar gəlini Solmazın bir əldən digər ələ keçməsi hardasa arxa plana keçir. Dinlə mübarizə aparan, utopik qəhrəman sayılan, heç bir qanun, adət, ailə çərçivəsinə sığmayan mücərrəd bir yeni dünya yaratmaq fikri əsərin sonunda Fanat Akşinin doğrudanmı Allah varmı fikrinə və sualına gətirib çıxarır. Deyilənə görə bu ağla sığmaz müvəffəqiyyət imiş. Kim bilir?
bu Yozum Cabbarlının ürəyincə olubmu? Cabbarlının belə bir sözü var. Bir həqiqət tapdım, ona vuruldum. Dünyada bir şüarım var, gözəllik. Yəni bu eyni ilə Cavidin mənim tanrım gözəllikdir, sevgidir. Bu fikri deyil. Yəni eyni ilə bu fikir deyil. Ancaq hardasa bunlar çox bənzər oxşayış yəni var bunların arasında. İkisində də tanrıları gözəllikdir. Ancaq bir həqiqət tapırlar gözəllik. Cabbarlı gözəllikdənmi yazırdı yəni? Bu başdan ayağa eybəcərlik idi. Biz həm də onu əlavə eləyək ki, o həm də həyat idi. Və o eybəcərlik o dövrün, zamanın həyatı idi və həyatında vardı. Həyatında öz əksirliklərini tapırdı. Və məhz Cəfər Cabbarlı öz əsərlərində həyatın bir parçasını əks etdirdiyi üçün böyük sənətkar idi. Və orada o oxucuya o əsər, o həyat necə görünürdü? Sizin dediyiniz kimi çirkin görünürdümü? Və yaxud gözəl, və yaxud tamamilə mən sizlə razıyam. Yəni Cəfər Cabbarlının əsərləri dövrünün, zamanının bir aynasıdır. Mən bunu intikab edirəm. Cəfər Cabbarlı dramaturq idi. Və dramaturq üçün maraqlı olan ən əsas məsələ əqidələrin, şəxsiyyətlərin, mənlərin toqquşmasıdır. Akşinlə Elxanı İki müxtəlif qütbün toqquşmasından gözəl Cəfər Cabbarlı üçün nə ola bilərdi? Yəni bunlar ancaq dramaturq deyil. Bəli, o bunun naminə hər şey getməyə hazır idi və gedirdi də. Tənqidin səsinə qulaq asaraq Cabbarlı getdikcə daha çox inanırdı ki, tam ideya aydınlığı əldə eləmədən sənətkarın yaradıcılıq fəaliyyəti həqiqi mənada səmərəli ola bilməz. Dramaturqun yeni əsərləri bu həqiqəti təsdiq edirdi, çünki yeni əsərlərində Cabbarlı keçmişin təsirini getdikcə heçə indirirdi. Od gəlini ilə bir ildə səhnəyə qoyulan Sevil piyesi Cabbarlının yeni qələbəsi idi və bu qələbə onun ideyaca inkişafını nümayiş etdirirdi. Bunlar da Cəfər Cəfərovun fikirləridir. Məhəmməd Arif yazır ki, bir gün kommunist nəşriyyatının yanında klubda Sevil piyesinin disputu keçirilirdi və tənqidçilərdən biri sübut etməyə çalışırdı ki, Cəfər Cabbarlı bu əsərində Sovet quruluşumuza böhtan atır. Sübut edirdi ki, Atakişi ilə Babakişinin bir-birinə olan dialoquna fikir verin. Orada Atakişi ilə Babakişi bir-birinə deyirlər ki, görürsünüzmü yolumuz necə zığdı, palçıqdı, çala çıxırdı və yəni bu bizim quruluşumuza böhtan deyil. Bu zaman mən arxa sırada oturub çeşməkli gözlərini tənqidçiyə zilləmiş Cəfər Cabbarlıya baxdım. O adəti üzrə sakitcə, zahirən sakitcə tənqidçinin üzünə baxırdı. Ancaq bəlkə də ürəyində fikirləşirdi ki, görən bu axmaq nə danışır. Zahirən sözünü elə göstərirdi ki, güya bütün bunların ona heç bir dəxli yoxdur. Yarım əsrdən bəri teatrımızın səhnəsindən düşməyən Sevil. Bu tarixi bir həqiqətdir ki, Azərbaycan qadını öz çadırasını kütləvi surətdə bu teatrda Sevil tamaşasına baxarkən atmışdır. Azərbaycan qadınlarından çoxunun yeni həyata, fabrika, sosializmə uğurlu yolu Sevil tamaşasından sonra başlanmışdır. Əri tərəfindən təhqir olunan, alçaldılandan sonra Sevil sanki insan olduğunu dərk edir. Bir anda o, necə də o dərk etmə prosesində gedir. Və bundan sonra Sevil həmin Cabbarlının deyir, necə deyir, belə deyir ki, dəvət etdiyi o işıqlı yolu, elm yoluna üst tutur. Elə bu məqamda da zəhmət olmasa dayanaq. Dəvət elədiyi işıqlı gələcəyə doğru gedir. Dəvət olunmuş işıqlı gələcək nədən ibarət idi? Sevil! Balaş, deyirlər ki, həyat mübarizədir. Qoç döyüşünə, qoç dayanar. Mən basıldım, səhnədən çıxdım. Həyatın istəyinə qarşı ancaq dahilər çıxa bilər. Sən onsuz da 5 günlük ömrünü mən üçün çürütməzdin. Sən elə istədin, elə etdin. Deməli, elə də olmalı idi. Yox Sevil, yox. Mən elə istəmirdim. Fəqət həyat məni şaşırdı. Balaş, necə deyərlər, düzdür, yeniliyin, necə deyərlər, o obrazıdır. Amma ki, Balaş mənə belə gəlir ki, öz qınından çıxıb qınını bəyənməyən, öz qınından çıxıb qınını bəyənməyən, sonra pozğun bir ziyalı, deyərdim. Düzdür, siz bayaqda dediniz ki, yeniliyin obrazı kimi qələmə verir, düzdür. Amma Balaş, yəni ki, yenilik də olsa, yəni ki, o dövrdə ki, biz Sovet dövrü ki, qurulmuşdu, Sovet dövründə Balaşlar, yəni Əbdüləlilər, Məmmədəlilər, Dilbərlər,
Artıq bəli, onlar Sovet dövrü gələndə bunlar köhnə, bunu köhnəliyin necə deyirlər, obrazlarıdır. Axı sən o halınla nə edə bilərdin? Ehtiyac həyatın müəllimidir. Mən tez öyrəşdim. Mən gündüzləri acacına oxuyur, gecələr isə sahilə çıxırdım. Göz altına aldığım bir kişinin yanından keçir, yavaşca çiyninə toxunur, sonra da qarşı-qarşıya gəlib sağ gözümü yavaşça qırpırdım, bax, belə o görürdü. Dəhşət! Bir doyumluq çörək üçün mən könlümü satır, mənliyimi qurban verirdim. O kişi mənim dalımca düşürdü. Bəs Sevil, bəsdir! Sonra qaranlıq bir küçədə biz qiymətləşirdik. Sona xanım xatırlayır ki, Sevil əsəri haqqında böyük mübahisələr qalxdı. Bəziləri Sevili əxlaqsız bir qadın adlandırıb onun səhnədən çıxarılmağını tələb edirdi. Bəziləri isə yox, deyirlər elə Sevil azad şərq qadınıdır, yeni qəhrəmandır və Cəfər Cabbarlı bütün mübahisələri bir cümlə ilə həll elədi və pyesin axırıncı pərdəsində Sevil Balaşı acıqlandırmaq üçün güya Moskvada yad kişilərlə öpüşdüyünü, görüşdüyünü söyləyir. Yəni bərkidiyini, necə həyatda bərkidiyini ona danışır və deyirdilər ki, bu Sevilə böhtandır və bu əxlaqsızlıq kimi qəbul oluna bilər və Cəfər də özünə məxsus bir inadkarlıqla deyirdi ki, mən pyesimin bir cümləsini də olsa dəyişməyəcəm. Ancaq sonradan, yəni bütün o hücumlardan məruz qalan Cəfər Cabbarlı axır ki, Gülüşün dialoqunda belə bir söz atırdı ki, Sevil, sən niyə özünə böhtan atırsan? Bu cümləni əlavə elədi və burada güya ki, Sevilin azad qadın olduğu və təmiz əxlaqlı qadın olduğunu sübut elədi. Yüzlərlə qadınlar səhnədə Sevil kimi çədrasını elə zalda başından atıb gedirdilər. Yazıq mən 7 illik ömrümü bax bunun heçliyinə qapanaraq bu qara dustaq içərisində sürünmüşəm. Artıq al, belə sənə gərəkdir, sənə. Çox maraqlıdır ki, mən Cəfər Cabbarlının Solmaz və Sevil arasında dəhşətli fərq gördüyümdən, Cabbarlının yeni ictimai ideal qəhrəmanını istəyən müasirlərinə sanki bunu mu istəyirsiz sualını görürəm. Tamaşanın birinci hissəsində avamlıq, sadəlik, sədaqət və analıq simvolu olan bir Azərbaycan qadınının, ikinci hissədə müasirləşmə kursu keçərək həyatın hər üzünü görərək bərkiyən, şəriətə əsaslanan əxlaq qanunlarının saxtalığını sübut edən, Moskva səfərindən dönmüş azad qadınla müqayisə və sanki budur sizin yeni ideal cəmiyyətin yeni ideal qəhrəmanı. Yeniləşib, xoşbəxt olan azad şərq qadını. Sevil, əgər biz hər bir Azərbaycanlı qadını, yəni onun o olduğu vəziyyətdə saxlatsaydıq, biz əlbəttə bugünkü günə, bugünkü sivilizasiyalı bir günə gəlib çıxa bilməzdik. İldən ilə yeni əsərlərə, mahnılara, rəsimlərə, heykəllərə dönən məşhur Sevil, xoşbəxt Sevil. Cəfər Cabbarlı əgər Sevili yazırdısa və Sevilə qaxmar çıxırdısa, Cəfər Cabbarlı unutmaq lazım deyil ki, böyük maarifçilər nəslinin davamçısı idi. Və bu maarifçilik ideyası onu da qızdırırdı. Və o da istəyirdi ki, doğrudan doğruya ətrafda necə deyərlər, hər insanı kamil insan kimi görsün. Hətta qadın belə azad olsun və öz təfəkkürü, öz şəxsiyyəti, öz mənliyi olsun. Yəni bu baxımdan hardasa Cəfər Cabbarlıya bəlkə də bəraət qazandırmaq mümkündür. Sonra xanım Cabbarlı xatırlayır ki, Sevil piyesini tamaşaya qoymaq üçün teatrda bərk məşqləri gedirdi. Əsərin quruluşçu rejissoru Tuğanovla bir yerdə Cəfər Cabbarlı da birgə çalışırdı və indiki kimi yadımdadır ki, bir dəfə Cəfər Cabbarlıya teatra yemək aparmışdım və bu zaman Cəfəri soruşanda mənə dedilər ki, Cəfər səhnədə məşq eləyir. Və mən zala girib tamaşanın məşqinə tamaşa eləməyə başladım və bu zaman səhnədə aktyorların həmin o səhnəni məşq edirdilər ki, həmin o səhnədə Sevil əlində su içəri girir və Dilbərlə Balaşın bir-birini öpdüyünü görür. Nəsə səhnə alınmırdı və bu zaman Cəfər Cabbarlı axır ki, əsəbləşdi, özünə gəlmədi və səhnəyə çıxıb sakitcə təhmasibə nəsə dedi və sonra birdən Qəmər xanımı qucaqlayıb, bax belə dedi, qucaqlayıb düz dodaqlarından öpdü. Və sonra səhnədən zala atıldı və məni gördü. Mənə yaxınlaşıb dedi ki, Sonası sən çoxdan buradasan. Dedim ki, hə, elə sən bu parçanı məşq eləyəndən gəlmişəm, baxıram. Dedi ki, olmadı ki, mən iş başındayım, vəzifə başındayım, iş görürəm, düzgün deyil. Mən zarafatla dedim ki, hə, vəzifəm pis vəzifə deyil.
uzun illər Azərbaycan Dövlət Dram Teatrının ədəbi hissə müdiri işləyən professional dramaturq, o vaxt yenicə inkişaf edən kino sənəti ilə çox maraqlanırdı. 20-ci illərdə Bakı Kino Fabrikində çəkilmiş Hacıqara bədii filmi ilə Azərbaycanın ilk milli kino senaristi kimi tanınan Cabbarlı, Azərbaycan qadınlarını qara çadradan xilas edib, siyasi, iqtisadi və ictimai həyata çıxarmaq üçün kinematografın böyük imkanlarından istifadə etmək fikrində idi. O, bu arzusunu Sevil filmi ilə həyata keçirdi. Cəfər Cabbarlı nədən yazırdı? Cəfər Cabbarlı dünənə qədər avam, öz hüquqlarını belə bilməyən, savadsız bir qadının, Azərbaycan qadınının, Sevilin sosializm quruculuğunda birdən-birə necə qabaqcıl bir qadına çevrildiyini göstərirdi. Sözsüz ki, Cəfər Cabbarlı bu artıq azad bir şərq qadınının bu qabaqcıl ideyalarını təqdim eləmək üçün, onun bu ictimai-siyasi quruluşda, sosializm quruculuğunda yaxından iştirakini göstərmək üçün, xalqa necə xidmət elədiyini göstərmək üçün başqa bir əsərdə yazmaq ehtiyacını duyurdu və o bütün bu düşündüklərini, bütün bu narahat, böhranlı axtarışlarını 1930-cu ildə yazdığı Almaz pyesində özünü göstərdi. Sosializm realizmi üslubunda yazılmış Almaz əsəri, o zaman Azərbaycan kəndində gedən iqtisadi və mədəni inqilabın canlı səhifələrini əks etdirir. Dramaturqun öz iştirakı ilə ekranlaşdırılmış Almaz, təkcə Azərbaycanda deyil, bütün Sovet İttifaqında kənd təsərrüfatının kollektivləşməsi kimi mühüm tarixi mövzuya həsr edilmiş ən qüvvətli əsərlərdən biridir. Mən onun, yəni bu dediyimiz bu keşməkeşli yaşadığı üç dövrdə həyatın hər üzünü görən bir sənətkar kimi öz qəhrəmanlarını tipik demək, həyat hadisələrinin içərisindən çıxmış demək, insanlar üzərində qururdu və mənə elə gəlir ki, Cəfər Cabbarlının dövlətin azadlıq və müstəqilliyindən əvvəl şəxsiyyətin azadlığı və müstəqilliyi üzərində düşüncələri daha böyük, geniş və fəlsəfidir. Eyni zamanda öz sevimli mövzusuna sadiq qalaraq, yeni Azərbaycan qadınının mübariz surətini yaratmış, solmazları, frəngizləri, sevilləri daimi təkamüldə göstərərək, Almaz simasında onları yeni zirvəyə qaldırmışdır. Öz dövrünə görə Almazın fikri də, əqidəsi də düz idi. Və Cəfər Cabbarlı buna inanırdı ki, bu savad yolu ilə bu xalqı maarifləndirmək Seyid Əzim Şirvanidən gəlir, elə deyil, və başqalarından gəlir. Mən indi hamısının adlarını sıralamaq istəmirəm. Və bu ideyanı gətirəndə təqribən bu ideyaya uyğun olaraq davranış tərzi də gəlməli idi. Bu davranış tərzi nədən ibarət idi? Bu davranış tərzi o İslam dünyasının qəbul elədiyi abır-həya prinsiplərini pozmaqla bağlı olacaqdı. Təbii ki, pozacaqdı, çünki Avropa mədəniyyətini gətirirdi. Bu təkcə savadı gətirmirdi, bu özü ilə bahəm böyük bir mədəniyyəti gətirirdi. Və onda bu təbii ki, başqalarının, yəni o adət-ənənə güdükçülərinin etirazına səbəb olacaqdı. Bu pyesdə Cabbarlı Sovet adamının yeni ideya uğrunda köhnələrin, zəiflərin üzərində qələbə çalan, düşmənlərə qarşı mübarizədə mərdin, barışmazlığından çox amansızcasına bunu həyata keçirən ideal cəmiyyətə, kommunist cəmiyyətinə xidmət edən yeni qəhrəman Almazı yaratdı. Mənə gəlincə Almaz əxlaqsızlığın əxlaq normasına çevrildiyi bir vaxtda bu dünya ilə barışmayan Hacı Əhmədlərin, bu yeni şirinlikləşdirici dünyaya bütün varlığı ilə atılıb bu yolda öz şəxsi mənni də itirən Almazların və həmçinin bu nəslin davamçılarından olan, yəni onların getirdiyi yaxşıların faciəsidir. Almaz kəndi özünə məxsus tərbiyə ilə tərbiyələndirmək istəyir və birinci olaraq, yəni zamanının qəhrəmanı olan Almaz kəndə gəlir və kənddə inqilab baş verir. Bütün təhqir və eybəcərliyə öyrəşmiş Almaz kəndə gələn kimi birinci yeni nəsli köhnə nəslə qarşı qoyur. Yəni kənddə bütün faktorlar, yəni abır-həya, böyük, kiçik, adət-ənənə, bunlar hamısı, bütün bu faktorlar aradan götürülür və bu zaman sözsüz ki, bu udmaq yarışında bütün mənəvi istədilər uçulmalı idi və bu mənəvi istədlərin uçulduğu bir vaxtda Almaz kənddə inqilab edir, kənddə doğrudan da inqilab baş verir. İnqilab nə idi? İnqilab köhnəliyin məhvi idi, bəs yeni nə idi? Yeni Almazın şirinlikləşdirici dünyaya, yəni bu dünyadan xəbər verərək özünün ardınca bu gənc nəsli aparmağı idi. Və gənc nəsillə, yeni nəsillə köhnə nəsil arasında doğrudan da bir çatnaşma baş verir. Doğrudan da kənddə inqilab bax bu mahiyyətdə, bu məzmunda idi.
Bəs bu qalan dünya nə idi? Bu dünya ilə barışıb barışmayan Hacı Əhmədlərin taleyi necə idi? Mənə elə gəlir ki, Almaz əsərində daha çox bu problem həll olmalıdır və yəni bu daha ön planda olmalıdır. Mənim yadıma çox sevdiyim bir şairin çox sevdiyim bir fikri düşür. O deyirdi ki, dünya ilə barışmaq hələ dünyaya boyun əymək demək deyil. Dünya ilə barışmaq bəlkə də dünyanı bağışlamaqdır. Mənə elə gəlir ki, Cəfər Cabbarlı bu dünya ilə barışıb, yəni onunla mübarizə aparmağın mümkün olmadığını sübut eləmək istəyirdi və ona görə də bu mübarizədə, bu yeniləşmədə dünyanı bağışlayıb yaşamağı tövsiyə edirdi. Çünki səhnədən fərqli olaraq həyatda bu mübarizə çox mümkün deyildi. Ən gərgin anda səhnədə pərdə bağlanır. Cabbarlı bilirdi ki, həyatda ən gərgin anda pərdə bağlanmır. Düzdür, Cabbarlı bu barədə heç vaxt heç nə yazmayıb, amma həmişə iceberg formada olan tamaşa finalları ilə bu barədə danışıb. Zəmanə çətin zamanı idi. Əsrimiz 30 yaşını ağlasılmaz qətllərlə, dəhşətli qadağalarla qeyd edirdi. Bir tərəfdən parıltılı, işıqlı gələcəyin şirin qoxusu, o biri tərəfdən acı qoxulu sərt həqiqət. Azadlıq da, məhəbbət də, gözəllik də çarmıxa çəkilmişdi. Zamanın mizan tərəzisi pozulmuşdu. Həqiqət, yalnız həqiqət arayanlar diri-diri torpağa gömülürdülər. Tarix də, tali də insanı bax belə sınağa çəkirdi. Ancaq daha dəhşətli illər hələ qabaqda idi, hələ olacaqdı, hələ gözləyirdi. Arthur Schopenhauer'un bu fikrini bir də xatırlayaq. O deyirdi, insan yaşama və ölüm istəmi arasında vurnuxur. Yaşama yeniləşməni, ölümsə dayanmanı tələb eləyir. Cabbarlı da həmişə yaşama, yeniləşməni daha üstün tuturdu, nəinki dayanmanı, ölümü. Sözsüz ki, onun əsərlərində yaşama istəmi ilə ölüm istəmi arasında vurnuxan qəhrəmanlar həmişə birinci planda dayanırdılar və həmişə də aqibət aydın idi. Yəni yeniləşməni təbliğ edən qəhrəmanlar, müsbət qəhrəmanlar, ölümü, dayanmanı tələb edən və bu mövqedə dayanan qəhrəmanlar, yəni ki, Hacı Əhmədlər, bunlar da ikinci yolu seçirdilər. Və sözsüz ki, bu zamanın və Cabbarlının zəif insanlara istehsası idi və bəlkə də bu yeniləşmə Cabbarlıya və dövrünün zəif insanlarına çox acılar bahasına başa gəlir və bəlkə də belə deyildi. Bütün bunlar ancaq dramaturji material ilə Cabbarlı bu həqiqətlərdən yazırdı. Və ölümü seçən, dayanmanı seçən qəhrəmanlar həmişə gülüş obyekti olurdular. Çünki bir tərəfdən onların yaşayışı faciənin bütün dəhşətləri içində olurdu. Ancaq digər tərəfdən onlara faciənin qəhrəmanı olan bir qəhrəman ərliyində, ərənliyində saxlamaq imkanı verilmirdi. Onlar həmişə gülüş hədəfi olurdular və bu gülüş hədəfi olan adamların isə, zəif qəhrəmanların isə aqibəti aydın idi. Və burada iki çıxış yolu var idi. Ya bu zəif insanlar güclülərdən olmaq üçün bütün mənəvi sədləri dağıdıb onlar da qalib gəlmək bahasına hər şeydən imtina edib getməlidirlər və yaxud da onlar aqibət aydın idi. Cabbarlı həmişə bu həqiqətdən yazırdı, Cabbarlı yeniləşmədən yazırdı, bu qalibiyyətdən yazırdı və bu yeni qəhrəmanlar ancaq qalib gəlmək üçün yaşayırdılar. Seyfəddin Dağlının əsərində yaxşı bir belə bir məqam var. Həmin məqamda Cəfər Cabbarlı rəhmətlik edir, Cavid gəlir Cəfər Cabbarlının hüzuruna, oturur həyətdə. Oturanda bir nəfər yaxınlaşır, deyir ki, Cavid əfəndi, ağlayırsınız. Deyir, sus Abdal. Mən Cəfər üçün ağlamıram, Titan getdi. Əgər Cəfər Cabbarlı həqiqətən Titandırsa, onda 37-ci ili mütləq getməli idi. Yəni Cavidlə bir gedəcək. Əsrin əvvəllərindən, yəni bu anlaşılmaz, çaşqın, amansız bir dövrdə mübarizələrlə, ixtişaşlarla bir dövrdə sənətə gəlib özünü təsdiq və sübut edən sənətkar hələ gözü çıxacaq qardaşlarının aqibətindən yazırdı. Hələ 70 il qopası mümkün olmayan bir cəmiyyətin məcburi vətəndaşlığından, hələ əzməyən əziləcək
prinsip ilə yaşayan qəhrəmanların gələcəyindən yazırdı və bu gələcəyi hamısını novator adı altında yazan bir dahi kimi baxıram mən Cəfər Cabbarlıya. Cəfər Cabbarlı doğrudan da dahidir. Cəfər Cabbarlı öz dövründə bütün bu həqiqətləri bugünkü günə çatdırmaq üçün məhz o cür ezop dilini seçmişdi. Ona görə ki, biz əsrin əvvəllərində baş verən faciələrdən daha yaxşı xəbər tutaq və daha yaxşı təsəvvür edək bəlkə də. Amma bəlkə də belə deyildi. Bəlkə də Cəfər Cabbarlı bütün bunların hamısını ancaq ona görə yazırdı ki, o inanırdı və cəmiyyətin bu komünist cəmiyyətinə xidmət edən sosializm quruculuğuna yaxından iştirak edirdi və o sosialist realizmin əsas metodu olan ideal insan, ideal cəmiyyət yaradacaq fikrinə inanırdı və fanatikçəsinə inandığından bu azad insanların azad dünyalarından, azad arzularından yazırdı və onların quruculuğunda göstərdiyi bu ideyalarının təcəssümündən yazırdı. Cabbarlı bəlkə də 100% inanırdı və bəlkə də Cabbarlı özü də bütün bu sosializmin quruculuğuna yaxından iştirakını sübut eləmək üçün öz yaradıcılığında bütün bunları əks etdirirdi və qəhrəmanlarını öz dilində danışdırırdı bəlkə də. Tüm bu deyilənlərin heç birindən asılı olmayaraq Cabbarlı Azərbaycan teatrında görülməmiş bir yüksəkliyə qalxdı və sosialist realizminin və Azərbaycan Sovet dramaturgiyasının banisi ilki oldu. Cəfər Cabbarlı Azərbaycan teatrında özündən sonra Cabbarlı teatrı deyilən bir məktəb qoydu, getdi ki və bu aktyor nəsli hələ də bəlkə də yetişir. İndi Cabbarlının ölümündən 64 il keçir. Biz bu 64 il ərzində nələr eləmədik? Biz sosializmi qurduq da, dağıtdıq da. Biz atan qazaqların şərəfinə badədə qaldırdıq. Biz Böyük Vətən müharibəsində qələbə də əldə elədik. Biz bəlkə də dünənə qədər qan düşməninə qədər çevrildiyimiz, yəni bütün əsrlər boyu qan düşməni olan ermənilərlə Sovet dövründə qondarma bacı qardaşlarımızla bugün bölünməz torpaqlarımızı böldük. Biz bugün cəza kimi göndərilən, bizə yuxarıdan bəlkə də cəza kimi göndərilən bütün bu işlərin içində ateizmlə ruhu ilə tərbiyələnən biz nəsil yenə də üzümüzü Allaha tutduq. Allahsa görünür daha bu öz Allahsız bəndələrindən üz çevirir. Bəlkə də ona görə də biz bu cəzaları bir də görmək üçün Cabbarlı əsərlərinə, keçmişə qayıtmalıyıq, məcburuq biz bu keçmişə baxaq, dərk eləyək. Yenə də Fon Makvinski deyirdi ki, azad olmaq istəyən insan birinci növbədə Allahı inkar etməlidir. Allahı inkar edən insan ancaq o zaman azad ola bilər və azad olmaq istəyən insan Allahı düşünməz. Və Cabbarlı deyirdi, hər birimizin içində bir iblis, bir div var və bizim hər birimizin içindəki bu divi də məhv eləmək üçün Birikməlik Məmməd kifayətdir. Ancaq iblisi məhv eləmək mümkün deyil, çünki varsa dünyada bir rəqibi, o da Allahdır. Deməli, Allahı inkar etmək olmaz, hətta azad olmaq xətrinə. Allah sənə rəhmət eləsin Cəfər Cabbarlı. Allahsızlıqdan yazıb yenə də üzünü Allaha tutan, qorxusuzluqdan yazıb bu qorxusuzluqdan qorxan Cabbarlı. Allah sənə rəhmət eləsin.